Salyanda fəxri bədən tərbiyəsi və idman işçisi Fəxrəddin İmanovun xatirəsinə həsr olunan sərbəst güləş idman növü üzrə yaş qrupunda sərbəst güləş üzrə Respublika turnirinin Salyan açıq birinciliyi keçirilib. Azərbaycan Güləş Federasiyası Pəhləvan İdman Klubu və Şirvan Salyan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Salyan Olimpiya İdman Kompleksində keçirilən turnirdə Azərbaycan Güləş Federasiyasının Şirvan Salyan Regional Gənclər və İdman İdarəsinin Pəhləvan İdman Klubunun rəsmiləri, habelə idmançılar və ictimaiyyət iştirak ediblər. Yarışın açılış mərasimində çıxış edən Şirvan Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Elmar Əbilov, sərbəst güləş idman növü üzrə məşqçi müəllim Fəxrəddin İmanovun oğlu Səid İmanov, açıq rayon birinciliyinin təşkilatçısı Pəhləvan İdman Klubunun üzvü, sərbəst güləş idman növü üzrə 3 qat Azərbaycan çempionu, Avropa çempionatının gümüş, dünya çempionatının bürünc mükafatçısı Arif Hüseynov, Azərbaycan Güləş Federasiyasının Hakimlər Kollegiyasının sədri və digərləri yerlərdə bu cür turnirlərin təşkil edilməsinin vacibliyini vurğulayıblar. Natiqlər qeyd ediblər ki, güləş ustası Fəxrəddin İmanovun yetirdiyi tələbələr idmanın adı çəkilən növü üzrə ölkəmizi bugün də xaricdə uğurla təmsil etməkdə davam edir. Fəxrəddin İmanovun Azərbaycanda güləşin inkişafına verdiyi tövbələrdən söhbət açan natiqlər qeyd ediblər ki, bugün ölkəmiz beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır, dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. İdman hər yaşda insanların sağlamlığı ilə bərabər onların harmonik inkişafına da şərait yaradır. Buna görə də idmanın kütləviliyi gənc nəslin mənəvi və fiziki inkişafı üçün vacibdir. O da qeyd olunub ki, turnir müxtəlif yaş kateqoriyalarında mütəmadi olaraq təşkil olunacaq. Yarışa Bakı, Sumqayıt, Şirvan, Lənkəran şəhərləri, həmçinin Salyan, Saatlı, Sabirabad, Beyləqan, Cəllabad, Masallı, Astara, Biləsuvar və İmişli rayonlarından 200 nəfərədək güləşçi qatılıb. Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən yarışda yekun nəticədə birinci yeri Masallı komandası, ikinci yeri Bakı Royal komandası, üçüncü yeri isə Salyan komandası qazanıb. Məqsəd odur ki, güləşin inkişafına, bölgələrdə yayılmasına, gənc nəsillərin daha da perspektiv olmasına dəstək verməlidir. Bəli, Allah Fəxrəddin müəllimi də yəni rəhmət eləsin. Əziyyəti üstümüzdə çox olub. Salyan güləşinin bünövrəsini qoyan insanlardan biri olub. Biz də onun tələbəsi olmuşuq. İlk addımlarımızı onun zalında atmışıq. Fəxrəddin İmanov Salyanda sərbəst güləşin yarazlarından biridir. Həm gözəl insandır, həm gözəl məşqçi idi. Bugün də bu yarış keçirilən, yəni onun tələbələrinin təşəbbüslə keçirilir bu yarışlar. Yəni özü Azərbaycan güləşdə sizlər qeyd etdik, dünya Avropa bizim mükafatları verib. İndi onlardan biri Arif Hüseynov bugün burada iştirak edir. Sonda qalib komandaların güləşçilərinə medallar və diplomlar təqdim olunub. Könül Kazımova, Səmil Quliyev bugün informasiya proqramı üçün.